Real Madrid rəhbərliyi Avstriyalı mərkəz müdafiəçisi David Alaba'ya yeni komanda axtarmağı tapşırıb. İddia olunur ki, Real rəhbərliyi artıq bu yay Alaba ilə yolları ayırmağı planlaşdırır, amma müdafiəçi özü Realda qalmaq niyyətindədir. Hətta bildirilir ki, Alaba əsas heyətə düşməsə belə yenə də Real Madriddə qalmağa hazırdır. Yəni ehtiyat oyuncular skamyasında oturmağa razıdır. Bir növ bizim artıq öyrəşdiyimiz o ifadəmiz göz muncuğunu daşımağa razıdır David Alaba. Şəxsən mən bunu David Alaba'ya yaraşdırmıram, amma bir tərəfdən də onu da başa düşürəm. Real Madriddə ən çox məvacib alan oyunculardan biridir. Səhv etmirəmsə illik 13 milyon avro gəlir əldə edir. Yəni maaşı bu qədərdir. Hələ reklam gəlirləri və sair sponsorlardan əldə olunan gəlirləri demirəm. Ona görə də hardasa onu anlamaq olar. Amma digər tərəfdən əgər Real Madrid kimi komandada səni əsas heyət oyuncusu olaraq görmürlərsə, sənin üzünə deyirlər ki, özünə yeni komanda axtar, bununla necə razılaşa bilərsən? Mən isə xatırlatmaq istəyirəm ki, David Alaba 2021-ci ilin yayından Kral klubunun şərəfini qoruyur. Bu müddət ərzində Çempionlar Liqası və La Ligada 2 dəfə qələbə qazanıb. Bundan başqa İspaniya Kuboku, Super Kuboku, Klublar Arası Dünya Çempionatı, UEFA Super Kuboku kimi yarışların qalibi olub David Alaba. Bir müddət komandanın ən vacib oyuncularından biri idi. Xüsusilə Reala qoşulduğu ilk mövsümdə, yəni 2021-2022-ci illər mövsümündə çox yaxşı təsir bağışlayırdı və bir növ Sergio Ramos'u əvəzləyirdi o uzun ötürmələri ilə. Amma artıq məncə Alaba ilə yolları ayırmaq vaxtıdır və Real rəhbərliyi də bunu yaxşı başa düşür. Çünki bir dəqiqə bizim komandada Antonio Rüdiger var. Bundan başqa mərkəz müdafiəçisi olaraq Dean Huijsen, Raul Asensio çıxış edə bilirlər və onların əsas mövqeləri də məhz budur. Zədəsini yeni sağaldan Eder Militao və eyni zamanda təbii ki, Xabi Alonso Castilla'ya da diqqət yetirəcək və ehtiyac yaransa əvəzedicilərdən ibarət komandadan da hər hansı bir mərkəz müdafiəçisini əsas heyətə cəlb edəcək. Siz necə fikirləşirsiniz? David Alaba ilə vidalaşmaq vaxtı çatıbmı? Məncə hə və bu barədə öz fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Sizin şərhləri mən böyük məmnuniyyətlə gözləyirəm və təbii ki, videoya like qoymağı, ətrafınızdakı madridistalarla paylaşmağı unutmayın.